36-cı bölüm. Çərşənbə axşamları Mori ilə oxu. Amerikaya Ferrarisini satmış rahib kitabının reklam səyahətlərinə gedəndə mən Denverdə dayanmışdım. Orada evə uçmamışdan əvvəl mən yerli hava limanlarının kitab mağazasına baş çəkdim. Son daxil olan bestsellerlə tanış olarkən sadə üz qabığı olan kitabça diqqətimi cəlb etdi. O, çərşənbə axşamları Mori ilə qoca, gənc və həyatın başlıca dərsləri adlanırdı. Səfər boyunca 12-yə yaxın kitab satıcısı mənə bu kitabı oxumağı tövsiyə etdi. Çünki o, mənim bu yaxınlarda yazdığım kitaba bənzəyirdi. Ona görə də mən bu kitabı aldım. Təyyarə uçanda mən yuxuya təslim olmazdan əvvəl bu kitabı vərəqləməyə qərar aldım. Bu bir neçə dəqiqə 2 saat oldu və təyyarə eniş edəndə mən gözümdə yaşlarla onun son səhifəsini bitirdim. Kitab universiteti bitirən kimi karyera qazana bilmiş bir insanın yenidən sevimli, artıq çox qocalmış, həyatın sayılı aylarına qalmış müəllim professor Mori ilə rastlaşmasından bəhs edir və keçmiş tələbə həftənin hər ikinci günü ölüm yatağında olan müəlliminin parlaq və nadir bioqrafiyasından daha bir neçə həyat dərsi öyrənmək üçün onu ziyarət edir. Mori'nin tələbəsinə verdiyi real misallara əsaslanan bu dərslər heç nəyə təəssüf etmədən yaşamaq, öz ailəsini sevmək, bağışlamağı bacarmaq və ölümün mənasını anlamağı öyrədir. Sonuncu mövzuya toxunarkən Mori möhtəşəm bir fikir söyləyir. Ancaq ölümün nə demək olduğunu anlamaqla sən başa düşürsən ki, necə yaşamaq lazımdır. Bu gözəl kitab bizə həyatımızın hər gözəl anını tuta bilməyi və həyat nə qədər çətin olsa da gündəlik sevincləri qiymətləndirəcək qədər müdrikliyə malik olmağı öyrədir. Övladlarıma qoyub gedəcəyim mirasımın bir hissəsi də mənim ilham verici və təsirləndirici kitablardan təşkil olunmuş kitabxanam olacaq. Onlar arasında ən görkəmli yerdə çərşənbə axşamı Mori ilə kitabı duracaq. 37-ci bölüm. Öz vaxtının ağası ol. Mən həmişə təəccüb etmişəm ki, çox adam vaxt azlığından şikayət edə sərəncamında olan vaxtı ağılsızcasına xərcləyir. Vaxt bizim həyatımızın ən əsas ölçüsüdür. Bizim hər birimizə sutkada 24 saat ayrılmışdır. Böyük insanları adilərdən fərqləndirən öz vaxtını düzgün bölməyə bacarmaqdır. Çoxumuz elə yaşayırıq ki, sanki dolğun və dəyərli həyatı təmin etməyə yetəcək qədər sərhədsiz zaman ehtiyatına malikik. Bax, buna görə də bizim günlərimizi dolduran təxirə salınmaz işlərə özümüzü verərkən arzumuzun həyata keçirilməsini günü-gündən yubadırıq. Budur təəssüfə layiq ömür resepti. Necə ki yazıcı Paul Bowles deyib, nə vaxt öləcəyimizi bilmədiyimizə görə biz həyatı tükənməz mənbə sayırıq. Lakin həyatda hər şey yalnız müəyyən sayda baş verir ki, bu da əslində çox azdır. Uşaqlığının neçə belə günü var ki, sənin varlığını elə hopub ki, onsuz həyatı təsəvvür edə bilmirsən. Ola bilər 5 ya 6 dəfə, bəlkə də daha az. Neçə dəfə hələ ayın bədirlənməsini müşahidə edə biləcəksən. Ola bilər 20 dəfə. Sənə isə elə gəlir ki, bunun bir sonu olmayacaq. Özünə vaxtını effektiv istifadə edəcəyinə and iç. Özündə dərin anlayış aşıla ki, sənin vaxtın sənin üçün necə dəyərlidir. Başqa insanların bu qiymətli kapitalı səndən algılamalarına imkan vermə və onu fəaliyyətin o növünə sərf et ki, ona dəyər. 38-ci bölüm. Təmkinini qoru. Hər kəs əsəbləşə bilər. Bu asandır. Amma lazım olan adama, lazım olan zamanda və lazım olan tərzdə əsəbləşmək, bax bu asan deyil, deyə Aristotel öyrədirdi. İnsan stresin güclü təsiri və həyatın tempinin gərginliyi altında olanda asanlıqla xırda bir xoşa gəlməzlikdən özünü idarəni itirə bilər. Yorucu iş günündən sonra evə tələsərkən qarşıda heç yerə tələsməyən sürücüyə bağırırıq. Şam yeməyinə lazanya bişirmək üçün mağazaya girmişiksə, bizi yanlış bölməyə yönəldən işçilərə acıqlanırıq. Şam yeməyini hazırlamağa başlayarkən bizim sevimli verilişimizi yeni malların satış reklamı ilə kəsən rejissora əsəbləşirik. Təhlükə ondadır ki, gündəlik əsəb partlaması vərdişə keçə bilər. Axı məlumdur ki, bir çox vərdişlər bizim ikinci xasiyyətimizə çevrilir. Dalaşqan və mürəkkəb adam kimi ad qazansan, sən tədricən insanlarla əlaqəni itirəcəksən. İşgüzar tərəfdaşlarınla münasibətlərin qırılacaq, ətrafdakıların sənə etibarı isə hiss olunacaq dərəcədə zəifləyəcək. Həyatda uğur qazanmış adamların hərəkətləri ardıcıl, davranışları isə çox vaxt anlaşılan olur.
Çətin anlarında insan soyuqqanlılığını və təmkinliyini qorumağı bacarmalıdır. Böhranlı vəziyyətlərdə təmkinli qorumaq bacarığı sənə uzun illər ağrı və istirab görmədən yaşamağa kömək edər. Qəzəbin şiddəti ilə düşünülmədən deyilmiş acı sözlər artıq bir neçə dostluğu qırmışdır. Söz güllə kimidir. Əgər artıq havaya atılıbsa, qaytara bilməzsən. Ona görə də çalış həmişə sözləri ehtiyatla seçəsən. Öz emosiyalarını idarə etməyin ən yaxşı yolu səni əsəbləşdirən adama cavab verməzdən əvvəl 100-ə qədər saymaqdır. Mənim 3 qapı arasında adlandırılan daha bir sualım da var. Qədim müdriklər danışmaq istədikləri sözləri 3 cür sınaqdan keçirdirdilər. Birinci qapıda onlar özlərindən soruşurdular ki, bu sözlər düzdürmü? Əgər bu belədirsə, onlar sözlərini ikinci qapıya göndərirdilər. Orada onlar özlərindən soruşurdular ki, çoxmu vacibdir bu sözləri işlətmək? Bunda da şübhə yoxdursa, onlar sözləri üçüncü qapıya göndərirdilər və burada soruşurdular. Bunlar xeyirxah sözlərdirmi? Əgər bu dəqiqdirsə, yalnız onda onlar ağızlarını açıb o sözləri bildirməyə cəsarət edirdilər. İnsanlara elə yanaş ki, sanki onlar lazım olduğu kimidirlər və onların lazım olduğu kimi olmalarına kömək et. Alman şairi Johann Wolfgang Goethe demişdir. Öz həyatında bu müdrik sözlərə əməl et. 39-cu bölüm. Özünün direktorlar şuranı yarat. Zamanımızın baş gicəlləndirən dəyişikliklərinə çatmaq üçün kampaniyalar tez-tez effektiv qərarlar qəbul edilməsinə və çətin vəziyyətlərdən çıxmağa kömək göstərməyə qadir olan təcrübəli mütəxəssislərdən direktorlar şurası yaradırlar. Bu müdrik kişi və qadınlar sayəsində kampaniya mümkün səhvlərin sayını minimuma endirir. Fəaliyyətinin effektivliyini artırır və özünə qarşı ticari tərəfdaşların etibarını gücləndirir. Mənim müştərilərimdən birinin direktorlar şurasının funksiyası ilə bağlı özəl baxışları var idi. Bu təcrübəli işgüzar qadın apardığım aylıq kamilləşdirmə kurslarının iştirakçısı mənə dedi ki, dərin düşüncələrə dalarkən əlində bloknot və qələm ilə oturur və onu həmin anda narahat edən şeyləri qeyd edir. Bəzən onun problemləri qarşılıqlı münasibətdəki çətinliklərlə, bəzən maliyyə məsələləri ilə, bəzən də mənəvi məsələlərlə bağlı olur. Bax onda tamamilə sakitlik vəziyyətində olarkən öz şəxsi direktorlar şurasına probleminin həllini xahiş etməyə müraciət edir. Aydın deyil, izah edirəm. Onun hökumət üzvləri çoxdan həyatda deyirlər. O öz xəyalında keçmişinin böyük mütəfəkkirlərinə üst tutaraq cavab axtarır. Yaradıcı həll tələb edən problemlərlə üzləşəndə o, Leonardo da Vinci'dən soruşur. Sən hansı qərarı verərdin? Ehtiyac yarandıqda o aviasiyanın pioneri Emily Earhart'a müraciət edir. Sən bu situasiyada hansı addım atardın? Əgər söhbət puldan gedirsə, o yaxınlarda dünyasını dəyişmiş, ağıllı ideyaları geniş yayılmış milyarder Sam Walt'dan soruşur. Sam, sən bu məsələni necə həll edərdin? Bu üsul mənim tanışıma inanılmaz təsir göstərir. Onun yaradıcı düşünmək qabiliyyətini artırır və gərgin anlarda qəlbini hüzurla doldurur. Bəs sən öz direktorlar şuranı kimləri dəvət edərdin? Mənim öz idarəetmə şuramda görmək istədiyim adamların siyasi budur. Ben Franklin, mənim xarakterimi nəzarət etmək üçün. Albert Schweitzer, mənə başqa insanlara xidmət göstərməyin vacibliyini xatırlamaq üçün. Mahatma Gandhi və Nelson Mandela liderlik məsləhətləri üzrə məsləhətləşmələrim üçün. Bruce Lee daxili intizam üzrə məsləhətçi kimi. Maria Curie sualların həllində yenilikçi yolların axtarılması üçün. Viktor Frankl Holokostun qəhrəman şahidi istirabı uzaqlaşdırmağı mənə öyrətmək üçün. 40-cı bölüm. Öz meymun şuurunu müalicə et. Həyatdan ən yaxşı şeyləri ala bilmək üçün özünün indiki zamanla əlaqənin bütün anlarını şuurlu dərk etmək vacibdir. Albert Camus yazırdı. Gələcəyə münasibətdə səmimi cəsarət bugünə hər şeyi verməkdir. Bizim ağlımız eyni anda 10 fərqli yerdə ola bilir. İşə gedərkən gəzintidən həzz almaq əvəzinə biz ofisə daxil olanda şefin nə deyəcəyini, nahara nə yeyəcəyimizi və ya uşaqlarımızla məktəb gününü necə keçəcəyini düşünürük. Bizim düşüncələrimiz balaqandakı oyuncaqlar kimi oradan bura atılıb düşür. Şərqdə dedikləri kimi zəncirdəki meymun kimi dayanmadan ora-bura atılır. Yaşadığın anı hiss etmək bacarığını inkişaf etdirməklə və tam şuurlu konsentrasiya yetişdirməklə sən təkcə həyata sakit baxmayacaqsan, həm də bütün əqli potensialını azad etmiş olacaqsan.
Sənin diqqətin müxtəlif diqqəti yayandıran faktorlarla dağılanda, ağlının gücü də zərif lazer şüası kimi müxtəlif istiqamətlərə bölünür. İndiki halda təsəlli var ki, sən hələ özündə bu günə diqqətini cəmləmək bacarığını və nisbətən qısa zaman mərhələsində bu bacarığı inkişaf etdirə bilərsən. Öz meymun ağlını müalicə etməyin ən yaxşı yollarından biri mənim diqqətli oxu adlandırdığım üsuldur. Hər dəfə mütaliə zamanı özündən asılı olmayaraq qayğı və arzuları fikrini yayındıqca vərəqin bir tərəfinə işarə qoy. Bu sadə hərəkət səni ayıldacaq ki, mütaliəyə nə dərəcədə pis diqqət cəmləmisən və nə qədər ki anlamaq dəyişikliyi ilk addımdır. Bu üsuldan istifadə etməklə sən aydın və taraz düşüncə üçün zəruri olan vərdişləri yarada bilərsən.